Assalamu alaikum. Necəsiniz izləyicilər? İnşallah yaxşı olarsınız. Bu günlərim bir qərara gəlmişəm. İstədim bu qərarı sizə bildirəm. Sizin də fikirləriniz əsasən o qərarımı gerçəkləşdirib gerçəkləşdirməyəcəyimə dəqiqləşdirmək istədim. İstədim ki, yəni bu qərarımı gerçəkləşdirib gerçəkləşdirməməyimi siz seçəsiniz. Yəni belə bir fikir var aklımda. Məndə bu erkəkdir. Bildiyiniz kimi bu dişidir. Bir də bu dişi. Yəni istəyirəm ki, geç erkəyin yanına orada danışım. Deməli. İstəyirəm ki, inşallah bir dənə, yəni gördüyünüz kimi, yəni bilirsiniz ki, məndə 2 erkək, bir dişidir. Yəni qara dişilər, bir də bu erkək. İstəyirəm ki, bu erkəyin yeri onsuz genişdir. İstəyirəm bura ortadan belə böləm setkanı. Bu tərəfə erkək ya bu tərəfə axırı, bir tərəfə dişini, bir tərəfə bir dənə də bir tərəfə bu erkək atım. Bir tərəfə də istəyirəm bir dənə də dişi alım. Yəni bir dənə də istəyirəm dişi alım, saxlayam. Burası da bilmirəm neyniyim. Yəni bu videoda çəkirəm ki, yəni bu qərarı siz verin. Yəni alım dişini buram, bölüm, alım, saxlayayım, yoxsa bu 3 sənə sayı ilə davam edeyim. Yəni istəsəz gedib bir dənə dişiyi alacam. Amma boğaz almayacam. Çünki istəyirəm cavan heyvan alım. Məndələrim bu cavandır. Ağlı qaralı dişi biraz cavandır. Biraz yana da cavandır. Birinci qarına boğaz o. O birisi dişi amma tam qara dişi. Biraz yaşı var. Hardasa 3-ün 4-ün doğmuşdu. 3-ün 4-ün yox, hardasa 2-sinin 3-ün doğandır. Yəni belə. Ona görə istəyirəm ki, bir dənə cavan dişi alam. Amma fikrimi dəqiqləşdirə bilməmişəm. Ona görə sizdən fikir almaq istədim. Xahiş edirəm sizə, yəni rəylərinizi bildirin. Bu fikri gerçəkləşdirim yoxsa yox. Bu barədə mənə kömək edin. Yəni fikrinizi bildirin. Sağ olun, salamat qalın.